Bu dəfə vlogumu ATV-nin liftindən başlayıram. Saçıma baxın. Yumuşam ama fenləməmişəm. Gördüm belə havalı qaldığına görə fenləmədim. Yaxşıdır. Çatdıq. İşten gələndən sonra biraz yattım. 1 saata yaxın yatmışam. Uşaqlara dedim mənə oyatmayın. Uşaqlar da evdədir. Məktəb, bağça yoxdur. İş günü olmadığına görə. Mən də fürsətdən istifadə elədim. Biraz yattım. Dedim iftara yaxın oyanacağım. Yeməyimi hazırlayaram. Su bişirəcəm. Toyuq, kartof qızardacağım. Tural bugün evdə yoxdur. Gec gələcək. Gecə saat 11-də falan gələcək. İftarımı tək açacağım. Başlayıram işlərimi görməyə ki, çatdırım iftara. Sonra isə düşəcəm marketə. Sizinlə bir fikir bölüşmək istəyirəm. Bugün işten gələndə Instagramda bir də görmədiyim bir insanın səhifəsi qarşıma çıxdı. Vaxtikən o insanla yaxın olmuşuq. Ancaq indi heç deyim ki, bəlkə də illərdir danışmırıq. Heç, yəni küslü deyilik, sadəcə olaraq münasibətlər qopub. Fikirləşdim ki, doğrudan da həyat çox qəribədir. Vaxt var idi ki, bu insanlarla mənim gözəl münasibətim olub. Sonra fikirləşdim ki, doğrudan da çox qəribədir. 20'li yaşlarımda ətrafımda çox insan var idi. Elə bilirdim ki, amma dostumdur. Amma illər keçdi, gördüm ki, o insanlar çox ilə indi salamım da qalmayıb. 28 yaşdan sonra insanı yoran dostluqları yavaş-yavaş itirməyə başlayırsan. 30 yaşa çatanda isə görürsən ki, ətrafında 1-2 nəfər qalar ya da heç qalmaya bilər. Düşünürəm, dost necə olmalıdır? Sənin yanında bir cür, arxanca başqa cür olan insan dost sayılırmı? Sənin uğruna özdə sevinib qəlbində sevinməyən insan dost ola bilərmi? Dost doğma kimi olmalıdır. Bacı qardaş kimi, səmimi, təmiz, doğma bir münasibət olmalıdır. Yoxsa hansı bir mənfəət güdəndə bacım, qardaşım deməyin mənası var ümumiyyətlə. Və sizin həyatınızda həqiqətən dost varmı? Sizcə dost olmaq üçün necə insan olmalıdır? Sizin üçün dostluq nə deməkdir? Mənim üçün dostluq təmiz başqa bir duyğudur. Mən şəxsən özüm dostluğa çox başqa bir cür baxıram və dost olduğum insanlar, mənə dostluq edən insanlar bilər ki, mən dostlarım üçün əzizinin, ailəsinin doğmasının elədiyi qədər səmimiyyətim olur. Heç vaxt riyakarcasına davranmaram. Qarşımdakindən elə bir münasibət görəndə isə təbii ki, geri çəkilirəm, çalışıram həmin insanı yola verəm. Tural evdə yoxdur, gedirəm çörək almağa. İftar yaxınlaşır. Uzaqdadır. Gəncə təndirinə gedirəm. Biraz uzaqdır. Oran çörəyin xoşlayır Tural. Saka alacağım iftara var. Saka çörək yoxdur. Bundan alım. Gecə olmamış. Hava necə soyuqdur. Çörək aldım da gedirəm obaya zeytun almağa. Yağış aldım, qalxıram yuxarı. Tez bazar nə aldım? Mən deməli bu zeytun endirimə düşüb obada. Səhər yeməyə çox qəşəngdir. Gecə bir şeydir zeytun. 1.49'a düşüb obada. Mən keçən dəfə almışdım 1.99 ayda. Baş düşdü 2 manat. Belə Gəncə təndirindən getdim, çörək aldım. Bir də belə bir maçaq almışam qabı yumaq üçün. Süngər. Azərbaycanca. Rəngi belədir. Sonra qabı yanında görəndə deməyin. Nə gündədir, çirklidir. Yəni rəngi belədir. Bu da endirimdəydi 1 manata. 1 manata da oldu. 99 qəpik nə qədər. Bir də belə mayonez almışam. Bu da endirimdəydi. Ətə qızardanda vurmağı yaxşıdır belə. Alıram. Bir də göy almışam. En ucuz 2 manat 64 qəpik eləyib. 2 manat bu eləyib. 80 qəpik çörəkdir. 1.49'da budur. Özünüz indi hesablayın nə qədər eləyir. Bu nə havadır? Hə Nilay, bu nə havadır? Qara buluda baxın, yağış yağacaq da. İstəyirəm uşaqları götürəm, düşəm aşağı yasamalar. Biraz mağazalara falan baxaq. Hava tutuyorum
soyuqdur da. Bayaq arada yağış atırdı. Və belə bulut varsa 100% yağış yağacaq. Ona görə daha çıxmadı. 8 Martda olan hava Bakıda. Hə, Nilay xanım? Yes. Bugün 8 Mart'dır. İstəyirəm ki, evdə biraz səliqəli olum. Yəni, səliqəli oluram. Ben zaten sadəcə olaraq biraz makyaj eləmək istədim. Yüngül. Nəmləndirici vurmuşam. L'Oreal'ın bazasını vurmuşam. Glovu. Bir də gözümə tuj vurmuşam. Rumyana vururam belə. Bir de highlighter vuracağım parıltıcı olsun diye. Gözünüzde böyle. İftar da yaxınlaşır. Tural da gəlir. Tural səhər gedib. Səhərdən də gün ortayda çıxıb evdən. Get bizə hədiyyə almağa deyəsən. Bilmirik ama ne alacaq. Ben bilirəm nələr. Sen zakazını vermişsən deyəsən. Hələ gəlməyib. Gəlsin görək. Bilmirəm onu gəlir. 15. Da dodaq. Все. Şimdi de böyle yaydım. Oldu yaxşı. Peki pomada da vurum. Əvvəllər işə gedəndə makyajı burada eləyirdim. Bu yataq otağın pəncərəsinin qabağıdır. Qoydum bura, bütün makyajlarım da buradaydı. Onu da düz çəkmirdim. Ancaq burada eləyirdim makyajı. İndi o yadıma düşdü. Девочки, всем привет! И сегодня у нас Get Ready with Me в магазин. Итак, я наношу такую базу от Gözüm L'Oreal. Rusça danışma. Yoksa bizi glamur sayarlar. Смотрите, какая у меня база от Gucci. Все. Bugün ben yoldaşlarım da, padruşkalarımın da ad günüdür. Biri Rusiyadadır, biri də ki rayondadır. Nə vaxt məktəb bağlanacaq, gələcək yəqin ki, onu da eyd eləyərik. Böyle təbrik elədim. Şey belə. Diyoruz. Yoksa ben hata yakışırım. Tralın kopyası. Neyse. Xəmirim eləyim. Bəzəndim bəs. Gedim xəmir eləyim. Əlimi yuyarsan. Əlbəttə yox, kremlə eləyəcəm. Qaynana. Nilay. Şeyde. Da rahat çık. Ding dong. Tetişler, privetler. Kimindir? Bu birinci Nilay'ın. Nilay sən götür. Nikoş. Oh. Bu senin. Ding ding. Bu da Rahimçikin. Rahimçik. Sən biz almalıydın. Bu da benim. Çörek. Al al al. Al bunu bağlayacağım. Bir gidip baxaq. Bax gələk. Çox qəşəngdir. Sevdim. Baxaq görək bu nədir. Nəsə belə bir kutu var içində.
Aa, Şeklamın advent kalenderi alıb mənə. Çox qəşəngdir. Özü də Şeklamın. Mən ümumiyyətlə Şeklamın məhsullarını çox bəyənirəm. Baxaq görək nə var burada. Nə qəşəng. Çox qəşəngdir. Nə var bunlar? Gördüyünüz kimi çox məhsul var idi içində. Hətta saç stekindən belə var idi. Bunların hamısını işə gedəndə, hər dəfə makiyaj edəndə göstərəcəm. Tural oruc olanda Instagramda mənim direktimə ancaq yeməklər göndərir. Kilkə balıq istəyirdi, neçə vaxt idi. Balığı aldı, biz də bunu qəşəng qızartdıq. Hələ 8 mart günü qızartdıq, yedik. Mən burada yavaş-yavaş vloqumu yekunlaşdırıram. Əgər vloqum sizə maraqlıdırsa, mənə dəstək olmaq üçün kanalıma abunə olun, vloqlarımı yaxınlarınızla paylaşın. Növbəti vloqlarda görüşərik. Bakalım.